Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şartlarda 5 bin dolarlık alırsan. 2024-cü il oktyabrın 23-cü saat 22 radələrində 19-cu polis şöbəsindən Nəsimi rayon prokurorluğuna 3-cü mikrorayonda yerləşən evlərdən birində üzərində bıçaq yaraları ilə kişi və qadın meyidlərinin aşkar edilməsi haqqında məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, naməlum şəxs və ya şəxslər Yosif Tkaç və arvadı Lyudmilanı tamah məqsədi ilə öldürüblər. İstintaq və əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən 1973-cü il təvəllüdlü İslam Hadiyev Salyan rayonunda saxlanılıb. 23 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Hüseynbala Əliyev küçəsi ev 3 mənzil 86-da baş verib. Divanın qarşısında 85 yaşlı Yosif Tkaç və onun arvadı 80 yaşlı Lyudmila Tkaçın meyidləri qana bulaşmış məişət təyinatlı 2 ədəd bıçaq aşkar edilib. Qadının baş nahiyəsinin yanında bir ədəd mobil telefon tapılıb. Telefon yanlı vəziyyətdə olub, lakin kilidli olduğundan cihazın proqramlarına daxil olmaq mümkün olmayıb. Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci 2 və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizaların rəylərinə görə Yosif və Lyudmila Tkaçın ölümlərinə yuxu arteriyalarının və nəfəs borularının zədələnməsindən törənən massiv qan itirməsi səbəb olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Salyan rayonunun Aşağı Kürkənd kəndində 1973-cü il təvəllüdlü İslam Hadiyev saxlanılıb. İstintaqla müəyyən edilib ki, İslam Hadiyev 2024-cü il yanvarın 14-də oğurladığı 50.300 manat pul vəsaitini könüllü şəkildə qaytarmayacağı halda Lyudmila Tkaç ona barəsində polisə şikayət edəcəyini bildirib. Buna görə o, qadını və onun ərini öldürmək qərarına gəlib. Bu məqsədlə oktyabrın 21-i saat 14 radələrində onların yaşadığı ünvana gedib müşahidə aparıb. Lyudmila Tkaç evdən tək çıxıb, yaxınlıqda yerləşən mağazaya gedib və bazarlıq edərək geri qayıdıb. Qapının kilidinin müəyyən müddət açarla bağlanmadığını bilən İslam Hadiyev saat 16 radələrində qapını açaraq içəri keçib. Yaşı ilə əlaqədar aktiv müqavimət göstərə bilməyən Yosif Tkaçın üzünə yumruqla zərbələr vuraraq onu yerə yıxıb. Üzərinə gələn qadının da başına və üzünə yumruqla zərbələr vurub. Otaqdakı masanın üzərindən bıçağı götürüb yerdə müqavimət göstərmək iqtidarında olmayan kişinin ardınca da qadının boynuna və boğazına çox saylı zərbələr endirib. Daha sonra qadına məxsus əl çantasından 1800 manat və 5 avro məbləğində pul vəsaitini götürüb. Hadisə yerindən uzaqlaşıb. Bu hərəkəti ilə İslam Hadiyev quldurluqla əlaqədar 2 şəxsi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş İslam Hadiyev bildirib ki, 2021-ci ildə Bakıda Binəqədi qəsəbəsində torpaq sahəsi alaraq ev tikib, fərdi qaydada santexnik işləyib, yaşadığı ərazidə iş olmayan vaxtlarda 3-cü mikrorayon dairəsinə gedərək orada təmir işləri üçün usta axtaran müştəriləri gözləyib. 2022-ci ilin yay aylarında bazarda yaşlı kişi və qadınla tanış olub. Onlara yaxınlaşıb öyrənib ki, evlərində kanalizasiya borusunu təmir etmək üçün usta axtarırlar. Hər ikisi rus dilli olub, Azərbaycan dilində çətinliklə danışıblar. Razılaşandan sonra onlarla birlikdə Memar Əcəmi metrosunun yaxınlığında yerləşən 5 mərtəbəli binanın qarşısına gəliblər. 4-cü mərtəbəyə qalxıblar. Mətbəx otağında əlüzyanın altındakı kanalizasiya borusunu təmir etdikdən sonra qadın ona xidmət haqqı olaraq 35 manat verib. Onun mobil nömrəsini istəyib. Deyib ki, təmir işi lazım olanda onunla əlaqə saxlayacaq. 2-3 aydan sonra həmin qadın WhatsApp tətbiqi vasitəsilə mesaj göndərərək paltar yuyan maşını təmir etməyə lazım olduğunu bildirib.
2024-cü ilin əvvəllərində qadın evdəki zibilləri yığmaq və stolu təmir etmək üçün onu yaşadığı ünvana çağırıb. Girişdən soldakı otaqda yerdə tünd rəngli salafan paketdə pul olduğunu görüb. Həmin torbanı yığdığı zibillərin arasında gizlətib və işini qurtarandan sonra evdən çıxıb. Öz evində torbanın içərisinə baxdıqda orada təxminən $17.000, $10.000 manat və dəqiq yadında qalmadığı məbləğdə avro görüb. Təxminən 2-3 gündən sonra Lyudmila zəng edərək işi olduğunu deyib və onu evə çağırıb. Qadın torbada olan 50.000 manat pulu onun tərəfindən uğurlandığını və həmin məbləği geri qaytarmasını deyib. Cavab olaraq evlərindən heç nə uğurlamadığını bildirib. Buna baxmayaraq Lyudmila israrla pulları qaytarmayacağı halda polisə şikayət edəcəyini söyləyib. Oktyabrın 21-də səhər oyandıqdan sonra marketdən yarım litrlik şüşədə araq alıb evə gəlib. Saat 15 radələrində Lyudmilanın evinin qarşısına gedib. İçəri girən kimi İosif onu görüb əsəbləşib, ucadan niyə gəldiyini və pullarını qaytarmasını deyib. Onların evindən pul götürmədiyini bildirib, onun üzərinə gedib, yumruqla üzünə zərbə vurub. Sol tərəfdəki otaqdan ona doğru gələn Lyudmilaya da zərbə endirib. İosiflə əlbəyaxa olaraq onu dartıb otağa salıb və yumruq zərbələri ilə yerə yıxıb. Qadının qışqırıq səsinə qonşuların gələcəyini düşünüb, cəld divanın yanındakı masanın üzərindən bıçağı götürüb, yerdə uzanmış İosifin boyun nahiyəsinə 3-4 dəfə zərbə endirib, ardınca Lyudmilanın da boynuna bıçaqla zərbələr endirib, divanın üzərində olan pul qabının içərisindən bütün əskinazları götürüb cibinə qoyub. Yaşadığı evə çatandan sonra pulları sayıb 501 manat və 5 avro olduğunu görüb, paltarlarını dəyişib, taksi ilə Salyan rayonunun aşağı Körkənd kəndində yerləşən evinə gedib. Polis əməkdaşları tərəfindən orada saxlanılıb. İslam Adıyev düşünüb ki, Lyudmila gec-tez onun barəsində polisə şikayət edəcək. Bu səbəbdən yaşadıkları evə gedib, onu və ərini öldürüb, yolda onları bıçaqla ya da boğub öldürəcəyini fikirləşib. 2024-cü ilin qışında maşın bazarından 16.000 manata 2008-ci il buraxılışlı Kia markalı avtomobil alıb. Daha sonra onu xatırlamadığı şəxsə satıb. Bundan başqa Etibar adlı tanışı verdiyi 50.000 manat borcun qalan hissəsinin əvəzində ona Volkswagen markalı avtomaşın verib. Məhkəmə iclasında İslam Adıyev ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, oktyabrın 21-də xidmət haqqını almaq üçün evlərinə getdikdə qapını İosif Tkaç açıb, ondan çıxıb getməsini tələb edib. Bu zaman arvadı araya girib. İosif bıçağı götürüb üstünə gələndə həmin aləti əlindən alıb, onun boğazına zərbə vurub. Lyudmila qolunu tutub geriyə çəkərkən yıxılıb və bıçaq onun boğazına batıb. Demək, arvadın əlindən kişinin boğazına girdi, sonra da arvad çəkildi öz boğazına. Öyle olmaz. Sonra ne oldu? Sonra bilmiyorum, ondan sonra yapar. Yadlayacağım. İslam Adıyev, Yani olur. siz bu hadisələrə qədər hansı işlə məşğuldunuz? Hansı işlə məşğuldunuz? Harada işləyirdiniz? Bəli. Usta işləyirdiniz. Fərqli qaydada usta işləyirdiniz də, evlərdə işləyirdiniz. Belə başa işlər? Santeylik işləyirdiniz. Yəni, belə fərqli qaydada sizə müraciət olunurdu və siz də gedib müəyyən ikinci təmir işləri görürdünüz. Belədir. Zərər çəkmiş şəxslər Tkaç Yosif Zuseviç və Tkaç Lyudmila Mikhaylova nə vaxt tanış olmuşsunuz? Bir il bundan öncə. Necə oldu tanış oldunuz? Nəyə düzəldi? Yəni, arazda münasibət bundan yaxındır. Mən belə başa düşün ki, siz bazardan alver edirdiniz, yoxsa necə? Ben orada işliydim. Hə. Ben de ki, mağazadan işliyorum. O inşaat materialları bazarı idi, o bazar? Santeylik. Demək, onlar gəlmişlər bazara və siz onlara köməklik göstərdiniz. Mən belə başa düşürəm və bu əslində da arazda münasibətlər yaradır. Hemen gün hakkı. Hep şu an hakkı mevcut almışlar. Bu təxminən nə vaxt olmuşdur? O da sevgili. Təxminən neçə il bundan əvvəl? Bir yarım bundan əvvəl. Onların Bakı şəhərində tanıdıqları adamları yox idi, qohumları, tanışları. Dediyim şəxslərin övladları var idi.
Bir bunların bağlı şifası yerlerinde yaşıyor. Onların özəl pensiya alırdılar. Pensiya olarak bu kişi yaklaşık yoktu. Bizde Nə qədər pensiya alırdılar? Məlumatınız var idi. Başqa hər hansı bir gəlir yerləri, qazanc şeyləri var idi Bakıya. Qızı və ya dediyiniz Rusiyada yaşayan qızı hər hansı bir məbləğ buna pul göndərildi. Məlumatınız yoxdur. Lyudmilanın, eləcə də onun yoldaşının yaşadığı evdə hər hansı bir pul vəsaiti saxlayırdılar. Buna məlumatınız var idi. Azərbaycan manatı, eləcə də digər valyuta ilə evro, dollar məlumatınız yoxdur. 14 yanvar 2024-cü tarixdə siz Zuseviçə məxsus evdə olmuşsunuz. 14 yanvar 2024-cü tarixdə siz Zuseviçə, yəni Tkaç Lyudmila Mixaylovna, əri Tkaç Yosif Zuseviçə məxsus evdə gəlmişsiniz olmuşsunuz orada? gördük yanlarda. Bəli. Təxmini ola bilər televizyon aparıb şeye, kompensasyon ola bilər, o vaxt ola bilər. İttihama görə siz 14 yanvar 2024-cü tarixdə həmin evdən bizdə olaraq 50.300 manat dəyərində Azərbaycan manatı ekvivalentində pul vəsaiti qanunsuz olaraq ələ keçirmişsiniz. Bununla bağlı nə deyə bilərsiniz? Hə? Siz gəlirsiniz Səryanın Bakıya işləməyə. Düzdürmü? Pulu hardan əldə edərsiniz? Getdiniz bir maşındasınız. Ayda bir 2000 lirə gəlirimiz var. Yoldaşım kızarmıştı. Bizim onun üstünde bir yazan. Maşın neçə əldə eləmişdiniz? Nə qədər pul vermişdiniz maşına? Maşına çoktan kullanılmıştı. Maşına nə qədər pul vermişdiniz ama? Maşına 30.000 manat. bu boğazıma. Boğaz vermiştim. Maşına yazan. Sizdən kim borç istəmişdi? Yakın bir tanışım. Adını deyə bilərsiniz? Çağrı tərəfidir. Görək, onun sizə borcu olub yoxsa yox? Kim idi o adam? Kim idi? Kim idi sizdən borc alan? Etibar nədir? Nə qədər borç vermişdiniz? 50.000. O pulu hardan almışdınız 50.000? Kazanmışım. Nasıl yaşamışım? İstanbul'da. Nə işləyir işləyir? Usta işləmişsiniz? Bir də pulunuz var idisə, nə yaxşı gəl? Sana peynir peşi ilə bazarda. Yox, bax, deyirsən ki, mənim pulum var, falan kesin mənə 30.000 borcu, Rusiyada işləmişim. Əgər bu təminatların var idisə, bax, Səryandan bir gəlib Bakıda, tanımadığın adamın gelib, onda evində onlara xidmət göstərirsən, evini təmizləyirsən, üzünü dökürsən, çimizdirirsən, bax, bu nə izah edirsən? Onun evisi yardım çünkü başka olmadı. Yəni, onda marağın nəyə ki, gedirdin onların evlərine? Ben yollaşamamıştım, başka olmadı, kızarmıştım. Yaxşı, qeyd etdiyin tarixdən sonra zərər çəkmiş şəxslər sənin evlərində hansısa bir itkinin olması, hansısa bir oğurluq barədə sənə qarşı bir söz... Nə dedirlər? 21 oktyabr 2024-cü tarixdə siz söz gedən şəxslərin evində olursunuz. Bəli. Hadisə baş verən gün. Olmuşsunuz. Nə üçün getmişsiniz? Bax, sənə çağırıb pul verirlər, sənə deyirsən ki, kişi cumhur üstündə. Nə çağırır? Kişi pul verir. Nə çağırır? Anlar. Başa düşdüm də, eyni adamlar... Bu edən arva. Kişi yatırıyor. Kişi niyə cumhur üstündə? Cumhur sonunda. Səbəbi nə idi? Benim de şu, çoxlanma bir şeyler sözde sonuçta kısmen çalışıyorum. Kişinin neçə yaşı var idi? 70. Sərbəst yeriydi ya, sərbəst yeriydi. Qulaq as. Sərbəst yeriydi ya, əsayla yeriydi. Sərbəst yeriydi ya, əsayla yeriydi. Yox, sərbəst. Bıçağı əlindən alıb, atadın qırağıdan yüzünə vurdun ki? Elimdeydi. İşte ben Yox, bıçağı əlindən almışdın sən. Evet. Bıçağı əlindən almışdın, sonra qocadır. Qoyadın qırağa, yatardın kənarı, niyə yüzünə vurdun? Aldım ikisi de elimde, yüzüme benzerimde. Allah çekip olduğum ikisi de. Mesela. Düz. Neçə dəfə vurdun kişinin? Hansı nahiyəsindən vurdun? Dəqiq ancaq baş nahiyəsindən vurdun. Bədənin başqa nahiyələrinə xəsarətlər yetirmirsən mi? Yox, yox. Yetirməmişsən. Yaxşı, sən kişiyə vuranda, arvad yanındaydı. Arvad, bilmem ki, oldu çəkən, Sovet yedi. Oradaydı da. Ben. Vurdun kişinin üzündən yıxıldı yerə. Üzünə dəymədi. Arvad ilə oldu çəkəndə Sovet yedi boğazına gitmiş. Boğazına dəydi. Yani üzünə
Kolunu çəkməsin, üstünə çəkir. Aydın öyle. Yəni, yıxılıb üstünə aramışsın. Allah versin, qolun tutmasın, bir yolu da əzir edin. Kişi yıkıldı yere. Kişi yıkıldı İki yere. yıxıldı, temizin qolun batarına bak, tüm üstü. Ben arvatla aradım yani. Allah da qolunu çəkir, bıçaq çəkir. Yıxılıb üstü bıçaq getir. Ondan sonra bilməm, vurulmuşam, vurulmamışam, onu seçsin. Sen hemen vakti Şili'ydin. Gəl, Ne içmiştin? bir şey, balaca arak sıkmış. Arapsı gitmiştin. Yəni, arak sıkıp bir nomada yeməmişəm, başka hiçbir şey. Başka şey var. Başka hasar getirmişsin. Ondan sonra yapmayacağım. Yadında değil. Yapmayacağım, benim şey yapmayacağım. Yaxşı, içi de yıkıldı yere. Evet. Hərci tibbiyanın məlumat verdin. Yok. Niye? Onda şey, onda ayrılıq, əlin anlayan olması, əlin aklı olması, tanışmaz. Nəzərələ, ondan sonra duyum çıxır. Durun çıxın getir. Bu müddət tanış olduğunuz müddət ərzində neçə dəfə bu mərhumların evində olmuşsunuz? Ben falan söylediğim müddətdə 10-15 dəfə. 10-15. 5 dəfə çox olur. Yəni az olan yerlərdən yəni yaxşı olmuş, atabala kimi, anala kimi. Atabala kimi olmuşdursa, Düz danışarsan. düz danışırsınızsa burada. Niyə görə və ya dövlət ittihamçısı da o sual verir, təkrarçılığa yol vermək istəmirəm, amma bir halda ki, deyirsiniz, bu sual doğru. O cür xəsarətlər getirirsiniz o şəxslərə, üstülərini də örtürsünüz, gedirsiniz, təcili yardıma da xəbər vermirsiniz. Söyləmişəm, dağılıb orada. Nə dağılıb? Paltar dağılıb orada. Paltarların orada nə işi var bu Ondan dağılıb? sonra dedilər orada. Siz o evə daxil olmamışdan qabaq, siz o evi müşahidə eləmişsiniz, binanı. Yox, Eləməmişsiniz. o geç çəkir. Hə? O orada geç çəkilir. Nə qeyd çəkilib? Gəzən sözü. O maşında şalvardır. Yox, mən Araba söz... var tərində. Polislər çəkirlər, çünki araba keçib başqa arabanı göstərirlər. Onlarını arabanın çəkilişini göstərmirlər. Yox, bir dəqiqə, siz o başınızda papaq, Bəli. o sonraki məsələdir. O papaq kimin papağıydı? Onun yoldaşı tamamdır. Siz çıxanda o yoldaşın papağını geri çıxmışsınız. Yavaş var, düz olsun. Görürəm düz danışırsınız, siz elə hesab edirsiniz. Mən söhbəti aparıram, ora binaya daxil olmamışdan qabaq. Yox, mən şey, bazarda gedim. Onu bildik. Söhbət bildik. Bax, siz gedirsiniz, sizi deyirsiniz, sizi xanım çağırır, mərhum. Ona görə o evə gedirsiniz. Əgər elədirsə, siz o evə dedim, birbaşa bloka daxil oldunuz, yoxsa hardasa düşünürdünüz, fikirləşirdiniz. Mən onu məni maraqlandırır. Bir şey getdiyən yarım saat gəlmir. Onu bildik. Mən o özüm aşağı. Mən bir daha təkrar edəcəm. O binanın mərhumların yaşadığı mənzilin yerləşdiyi bloka daxil olmaq üçün. Siz birbaşa bloka daxil oldunuz. Yox, çıxdım yüksəldim, daxil verdim, asan olmadı. İki birləşir, birisi yaşırsın, yaşırsın, mərtəbə bilərsin. Bu ki, ancaq yatan, yaşır bilərsin. Mən o sualı sizə vermirəm. Mən sözümü söylədim, afiyet verdim, asan olmadı. Düşdüm aşağıda, mən özümü təmizə çıxarmıyorum, o şöyle peşmanım. Olmaz, Allah mənə nəhlət etsin. Allah mənə dağılır versin. Onda belə bir sual, öldürməkdən nə məqsədiniz var? Niyə görə öldürürdünüz? Allah hamısı ölmək şey olmadı. Orada nə varmış, mən onun için bizim için var. Mən də sual verim, niyə görə öldürürdünüz? Məşə qızlara, bu qızlara məşə bilər olur. Allah deyir, atamamızı var. Oldu Allah şeytan, oldu da. Selam olur. Yaxşı, birini öldürürsünüz, o birisini niyə öldürürsünüz? Ben şey, salı, elini öldüreceğim, tahtı olursa salı, ben yıkılır, bu benim əzmiş, bütün bu əzmişdir. Ben yalanlaşmıyorum, Allah'ım olsun. Konkret olaraq Salyana getməkdə həmin gün nə məqsəd daşıyırdınız? Selam. Hə. Şimdi bak. Axı siz Bakıda yaşayırsınız. Bakıda pul qazanırsınız. Fikir barışın, selam olsun, təsdiq olsun. Fikir olsun. Fikriniz Salyanda polisi təqsim olunur. Bunu Bakıda eləmək olmurdu. Ben buraya çıkarım. Oturdum evde, Heç kimi tanımırsınız. 5 yıl asmışım, eləmişim, göz qararım. Evimdə tutularım. Gəlir polislər, tut əlimdən, polis əlimdən. Allahlara basın, üstünə silsinlər. Silah alır, üstünə silahı çəkir. Bu silahı aşağı salır. Tut polisin əlimdən, mən qanlarla öyrənimdən. Qonşu biz gəlinimdə, qonşulardan öyrənir. Qanlarla öyrənir başına. Siz saxlanılan zaman hüquq mühafizə orqanı əməkdaşları tərəfindən sizə təzyiq olub. Evet, kafa böyle, davamız, rəyəsi mağazı, kafa böyle. İstintaq zamanı sizə verdiyiniz ifadəni oxumusunuz. Bunu oxa bilmirəm. Ümumilikdə siz latın əlifbasında oxuya bilmirsiniz, yoxsa? Yox, köhnə,
Kiril oxuya bilirsiniz. Siz ora gedən zaman üzərinizdə hansısa qanunsuz əşya, silah, kəndir, Yox, yox, heç bıçaq, bir şey olmaz. Demir, Allah mənə şükür verir, mənə bağışlayır, mənə bağışlamır. Ehtiyac yoxdur, nə verərlər, ömrü verərlər versinlər. Mən elə deməmişəm, halı başlar. İslam, suala cavab ver. Hadisədən sonra siz evdən hansısa pul, əşya götürmüsünüz? Verdiğim məncimdə olur, hiç götürmüşüm. Həmin böyük sual. Ondan başqa siz evdən Yox. hansısa bir pul vəsaiti, əşya, qızıl zinət var idi üzərində qızıl zinət əşyası, barmağında, qulağında, boynunda. Dersən, sənəsə var dedi, qulağıma elə barmağıma bildirəm, işimə gəlir. Ancaq heç əlməmişim. Başqa sual yox. Qeyd etdiyim kimi, mən həmin qadını əvvəllər bir-iki dəfə həmin ərazidə yerləşən mağazalardan bazarlıq edərkən görmüşəm. Və onda pul olduğunu düşünürdüm. Bundan başqa mən həmin rus qadının tək yaşadığını düşünürdüm. Buna görə də fikirləşirdim ki, onun puluna evinə gidib, hələ qorxuyla gələr ki, əldə edim. Həmin rus qadının yaşlı olduğunu üçün onun geç yuxarı qalxacağını fikirləşib, onun qaldığı mənzilin çıxmasını gözlədim. Mən onun hansı mərtəbədə mənzildə qaldığını bilmirdim. Qadına da 3-4 bıçaq zərbəsi vurduqdan sonra onun da səsi gəlmədi. Mən bundan sonra onları yerə uzanmış vəziyyətdə görüb bıçağı yerə atdım. Daha sonra otaqdakı stol başqaba baxıb, orada pul tapmadım. Ondan sonra qadının otağın girişindən sağ tərəfdə yerləşən divan üzərinə qoyuldu. Qara rəngli pul qabını götürüb, onun içərisinə baxdım. Götürüb bütün pulu, götürüb cibimə qoydum. Həmin vaxt, həyəcanlı olduğum üçün daha evdə də meydin üzərində pul və sair qiymətli əşya olmasına baxmadım. Mən daha sonra əynindəki üzərində göy və ağ haşiələri olan polvet islamlığı üçün onu əynimdən çıxarıb, daha sonra yenidən kurtlarımı geyindim və ardınca evin qapısını ötüb mənzildən çıxdım. Daha sonra blokdan çıxıb qarşı tərəfdə birinci dəqiqə dayandım. Onun da qeyd edim ki, mən qətl hadisəsini törətdiyim binanın yaxınlığında rica müşahidə kameralı olmasını bilirdim. Buna görə də polisin məni tapacağını fikirləşdim. Mən də onlardan gizləmək məqsədilə paltarımı dəyişiklikdən çıxıb Binəqədi qəsəbəsinin mərkəzinə, oradan isə sürücünü tanımadığım və dövlət qeydiyyəçəni bilmədiyim taksi avtomobili ilə Salyan rayonunun aşağıda Şükən kəndində yerləşən özünə məxsus evə getdim. Mən qeyd olunan cinayət əməlini tamam niyyəti ilə, yəni pul əldə etmək üçün törətmişəm. Qadın və kişiyə isə bıçaqla onları öldürmək üçün xəsarət yetirmişəm. Mən həmin evdən götürdüyüm 501 manat puldan az miqdarda xəslənmişdim və hazırda cibimdə 472 manat 5 avro pul qalmışdır. Həmin pulu sizlərə təqdim edirəm. İfadəm, düzdür, özün yazmışsan, şiirləri pasıyla. Mənim sözlərimə düzgün yazılır, əlavəm yoxdur, ifamənin düzgünlüğünü təsdiqləyirəm. İmzalamısan, müdafiəsinin iştirakı edir. Nə deyə bilərsin? Kirildir o, kirildir. Kirildir. Bunu yazmamışım. Mən xətrimdə Burada Kiril burada yazmışsan, imzalamışsan, adını soyadı da eyni xəttinə yazmışsan. Üstəşin də sən yazmışsan, imzaladığın da sənin imzandı, soyadı da yazmışsan qarşı, hamısı eyni xəttinə çəkir. Xarici ölkədə yaşadığına görə məhkəmədə iştirak etməyən zərər çəkmiş şəxsin hüquqi varisi İrena Rubinçkin istintaqda verdiyi ifadəsi elan olunub. Onun valideynləri Yahudi əsilli olublar. Hər ikisi Bakı şəhərində dünyaya gəlib. O və bacısı Anna ailə qurandan sonra Almaniyaya köçüblər. Son 20 il ərzində atası Yosif Akademik Rus Dram Teatrının aktyoru olub. Anası Lyudmila əvvəllər 9 nömrəli orta məktəbdə, sonradan isə elitar gimnaziyada riyaziyyat müəllimi işləyib. Əməkdar müəllim fəxri adına layiq görülüb. Anası aylıq 440 manat, atası isə 205 manat təqaüd alıb. Axırıncı dəfə valideynləri 2024-cü ilin iyun ayında Almaniyaya gələrək təxminən bir ay onların evində qalıblar. Anası ilə telefonla oktyabrın 21-də səhər danışıb. Saat 18:48-dən etibarən zəng etsə də artıq anası cavab verməyib. Ayın 23-də Natavan adlı sinif yoldaşına zəng edərək anası ilə tanışa bilmədiyini söyləyib. Rəfiqəsi də tanışı Olqa Əhmədovanı valideynlərinin yaşadığı ünvana göndərib. Olqa ora gedərək evin qapısının aralı olduğunu görüb. Lyudmilanı səsləsə də ona heç kim cavab verməyib. Qorxulu
hadisə baş verdiyini düşünüb 19-cu şöbəyə gedib və bu barədə məlumat verib. Sonra polis əməkdaşları ilə birlikdə həmin ünvana qayıdıb. Lyudmila və onun ərinin meyidləri girişdən soldakı otaqda aşkar edilib. 2023-cü ilin yaz aylarında danışarkən anası ona yaşadığı evə usta çağırdığını, o çıxıb gedəndən sonra otaqdan pul itdiyini bildirib. Ustadan şübhələndiyini söyləsə də, onun şəxsiyyəti və pulun məbləği barədə heç nə deməyib. Məhkəmə hesab edib ki, İslam Hadıyevin əməlləri Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.6-cı, 120.2.7-ci, 120.2.9-cu və 120.2.11-ci xüsusi amansızlıqla köməksiz vəziyyətdə başqa cinayəti gizlətmə məqsədi ilə quldurluqla əlaqədar 2 və ya daha çox şəxsi qəsdən öldürmə, 177.3.2-ci oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə və 181.3.3-cü quldurluq, zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə maddələri ilə tövsif edilməli, ittihamdan 120.2.5-ci tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi çıxarılmalıdır. Hadiyev həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Hadiyev ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 5 gün qaldı,